Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, e, bir çox sevdiyim kitabı vərəqləyirdim. Zaman-zaman stolüstü kitabım olmuş bir kitabı və orada bir zamanlar mənə dərindən təsir göstərən düşüncəyə rast gəldim. Düşüncə ola bilər ki, sizə ilk baxışdan sadə görünə bilər, amma əslində əgər onun dərinliyinə vararıqsa, altında geniş və böyük bir məzmunun olduğu aşkara çıxacaq deyə düşünürəm. Düşüncə dostlar, dünya fəlsəfəsindəndir. Orada belə bir baxış var ki, baxış bucağı var ki, onu indi mən məsələnin o metafizik, sırf fəlsəfi, belə deyək, xassələrinə getmirəm. Amma orada son nəticədə belə çıxır ki, əgər nəsnələrə tamaşa ediriksə, nəsnələr tamaşa obyektidirlərsə bizim üçün, bu zaman hər şey gözəldir. Bu mövzuya zaten toxunmuşam bir neçə dəfə. Əvvəlki videolarda da toxunmuşam. Sonra məhz bu məqamla bağlı özüm də kitablarımda bu məqamla bağlı esselər və hekayələr yazmışam. Sonra keçən dəfə bir kitab misal göstərdim. Nabokovun kitabı, Yerisinin Əsilzadələri kitabı ilə bağlı söhbət elədim və həmən kitabda da bu məqama dair mətnlər verilib, hekayələr verilib Nabokovdan. Sonra orada Borgesin də hekayələrində bu xüsusiyyətlər var. Bu indiki etdiyimiz söhbətlə bağlı xüsusiyyətlər var. Sonra bizim şeiriyyatımızdan, poeziyamızdan da oxumuşam. Bu məqamla səsləşən şeirlər, yəqin ki, sadə tamaşaçılar bilirlər. Onları da yada salmaq olar. Amma mən biraz bu düşüncənin altındakı mənaları biraz çıxartmaq istəyirəm. Sonra məndə necə təsir oyatmışdı. Düşünürəm ki, dostlar, bu o cümlə, yəni tamaşa obyekti, əgər hər şey tamaşa obyektidirsə, bu zaman hər şey əslində gözəldir. Bu hər şey gözəldir məsələsinin düşünürəm ki, ruhliklə bağlılığı var. Bu mövzu içərisindəki hər şey gözəldir cümləsinin ruhliklə bağlılığı var. Dolayısıyla əgər belə deyək də, bilirsiniz necə, məndə müəyyən təsəvvürlər var, onları dilə çevirməliyəm də. Ona görə biraz səy istəyir, biləsiniz dostlar. Yəni necə? Məsəl üçün, bax, əşyalarda bu belədirmi? Dəqiq belədir. Əşyalarda dəqiq belədir. Yəni, misal üçün, indi rəssamlar daha yaxşı bilərlər onu. Əşyaların çəkən janrlar var da, əşyaların rəsmləri çəkilir. İndi mən o məsələləri çox yaxşı bilmirəm. Ona natürmort mu deyirlər? Deyəsən belə deyirlər, deyəsən, səhv də eləyə bilərəm. Məsələn, onların, o çəkilən rəsmlərə baxanda, orada bunu çox aşkar görə bilirsən. Yəni, əşyaların səliqəli bir ortamda və yaxud yaşanılası bir ortamda və yaxud bəkanda, necə deyək bunu, uyğun şəraitdəki düzümləri, duruşları, bəli, sənətin obyekti ola bilir və bu zaman onun nə qədər zərif, xoş olduğu, qəşəng olduğu aşkar şəkildə görünə bilir. Yəni, bunu mən birbaşa özüm təcrübədən keçirmişəm. Yəqin ki, sizin də aranızda təcrübədən keçirənləriniz var. Məsəl üçün, necə o klassik rəssamların
öz el rəssamlarımız da var belə, indi də var belə rəssamlar. Həm zaman-zaman qarşıma çıxır və kəşf eləyirəm, böyük zövqlə kəşf eləyirəm. O rəssamların demək ki, məsələn, internetdə baxa bilirik, YouTube'da baxa bilirik, o rəsmlərinə baxırsan, bir keçid eləyən rəsmlərinə baxırsan. Məsələn, mən YouTube'da baxmışam zamanında. Yenə də yəqin ki, baxacaq, tamaşa eləyəcəyəm. Onlara baxanda o sənə doğrudan da o təsiri göstərir. Yəni sən doğrudan da o sənət əsərlərindən qəşənglik duyğusunu ala bilirsən, o enerjini ala bilirsən. Mən bunun ruhiliklə çox yaxın bağlı olduğunu düşünürəm. Yəni düşünürəm ki, rəssam öz mənəviliyini, ruhliyini əşyalara ötürür və sonra o əşyalardakı ruhiliyi və yaxud bəlkə də onları ruhla canlandırır. Sonra qəbul edir və sonra onu bir sənət əsərinə çevirir və sonra biz də oradan dolayı yollarla o ruhiliyi ala bilirik. Mənə belə gəlir ki, proses bu şəkildə gerçəkləşir. Ona görə bu cümlənin, yəni tamaşa edilən hər şey əslində gözəldir. Cümlənin altında ki, mənalardan biri budur ki, və yaxud ön şərtlərdən biri budur ki, orada mütləq mənəviliyə gərək var. Cəmiyyətlərdə də məsələn üçün, bax biz belə deyək də, məsələn, fiziki gözəllik məsələsi ayrı məsələdir. Yəni fiziki gözəllik məsələsi də əslində müxtəlif cür insanların müxtəlif cür gözəllik anlayışları ola bilər, düzdür? Və yaxud cinslərin bir-birindən xoşlanması, bir-birlərini cəlb eləməsi. Görünür burada əsas etibarilə eşqin dərəcələri var da, məsələn üçün xoşlanmanın müxtəlif cür dərəcələri var. Xoşlanma, nə bilim, adi şəkildə xoşlanma, sonra dərəcələr var da, nə bilim, sevmək, nə bilim, rəğbət duymaq, simpatiya duymaq və s. Eşq, şiddətli eşq, ehtiraslı eşq və s. da belə dərəcələr şəklində gedir. Bu təbiət iradəsinin bizdə özünü göstərdiyi bir haldır. Yəni bu görünür müəyyən şərtlər istəyir insandan. Şərtlənmələr istəyir, başqa cür şərtlənmələr istəyir. Yəni cinsi təmayülün şərtlənməsini istəyir, görünür. Amma ümumilikdə isə, yəni ki, sırf estetik nöqteyə nəzərdən, sənət nöqteyə nəzərindən əslində hər kəs gözəldir. Fəqət, yenə təkrar edirəm, bunu bu şərtlə qəbul etmək olur ki, rahatlıqla bir cəmiyyətdə və insanların toplandığı müəyyən yerlərdə ruhi gözəllik də olur. Məsəl üçün, bax biz bunu çox aşkar biz görə bilərik. Məsələn, biz kiminsə fiziki görünüşünə belə deyək də, tənqidi mi deyim, fiziki görünüşünə tənqidi mi yanaşmaq deyək? Tənqidi mi yanaşmaq? Fiziki görünüşünə pis sözlər deyəndə, yəni fiziki görünüşünü pis deyəndə, məsələn, bu nəzakətsizlikdir. Açıq-aşkar nəzakətsizlik olur. Və yaxud biz kiminsə fiziki qüsurları ilə onu vurmağa çalışanda, bu açıq-aşkar nəzakətsizlikdir. Nəzakətsizlikdən əlavə məhdudluqdur. Düzdür? Mənə belə gəlir ki, bunu çoxumuz hiss edə bilirik də. Məhdudluqdur. Və yaxud, nə bilim, hətta qeyri-insanilik kimi gəlir. Yəni biz kiminsə fiziki qüsurlarından onu vurmağa çalışanda. Məsələn, bu insani davranışdır, yəni çox nəzakətsiz davranışdır əslində.
dərindən nəzakətsiz davranışdır. Amma biz bir-birimizin mənəvi qüsurlarından danışanda isə bunun haqlı tərəfləri ola bilir. Yəni bilirsiniz necə? Məsələn, biz deyəndə ki, bax biz məsələn kobudluq elədik və ya hardasa qorxaqlıq elədik və yaxud ədalətsiz davrandıq. Bu şəkildə bir-birimizə hücum eləyəndə və yaxud hücum biraz belə şiddətli təmayüldür. Yəni bir-birimizi tənqid eləyəndə, bunu rahatlıqla qəbul eləmək olar. Aslında biz yəni qəbul eləyə bilirik də bunu. Yəni tənqidi qəbul eləyə bilirik. Yəni bizim davranışlarımızdakı xətalar, bizim mənəvi halətimizdəki xətaları deyəndə bir-birimizə, məsələn, əgər haqlıdırlarsa, tamam ki, mən bunu rahatlıqla qəbul eləyə bilirəm də, qəbul eləyə bilirəm. Əslində çoxumuz belə deyək də, bəlli bir düşüncə, ruhilik məqamına gələndə bunu rahatlıqla qəbul eləyə bilirik. Yəni səhvlərimizi, xətalarımızı qəbul eləyə bilirik. Düzdür? Amma fiziki cəhətdən bir-birimizi vurmaq isə bu ciddi şəkildə bizə qeyri-insanilik kimi gəlir. Məsələn, mənə belə gəlir. Yəni məsələn, fiziki qüsurlarla insanı vurmaq. Dolayısıyla bu nəyə görə belədir? Əgər mən buna belə izah verə bilərdim. Məsələn, mənim hissiyatım belə deyir. Bilmirəm, sizdə də belə hissiyat varmı? Bilmirəm. Amma düşünürəm ki, indiki məqamda hissiyatım belə deyir mənə. Yəni təfəkkürlərim nəticəsində və ya duyğularım nəticəsində belə deyir. Ona görə məsəl üçün, amma ruhiliyin isə zənginləşməsini, mənəviliyin zənginləşməsini isə sanki istəyirik. Ya bəlkə də bu mənim təcrübəmdir, ya bəlkə də müəyyən tanıdığım, oxuduğum, mütaliə etdiyim insanların təcrübəsidir, bəlkə də. Onlar məsələn çox, yəni məsəl üçün bir filosof başqa bir filosofun intellektual xətalarını açıq şəkildə tənqid eləyə bilir. Yəni bu məsələn incidici deyildir. Zənn edirəm deyildir incidici. Amma bir filosofun başqa filosofun görünüşündəki qüsurları onun əleyhinə çevirməsi məsələn mənə çox qeyri-simpatik gəlir. Mən buna indiyə qədər harda rast gəlmişəm? Məsələn rast gəlməmişəm. Bir dəfə Nietzsche'də deyəsən Sokrata münasibətində rast gəlmişəm. Məsələn, o mənim heç xoşuma gəlmir. Yəni Nietzsche'nin çox mənfi xüsusiyyəti kimi mənə gəlib bu. Yəni ki, çünki bir insan məsələn ruhi cəhətdən, mənəvi cəhətdən zəngindirsə, onda o fəzilətlər varsa, məncə bu mütləq şəkildə onun görünüşünə təsir göstərir. Yəni onun görünüşündə xoşa gələn, sevimli bir hal verir, görünüş verir ona. Amma hətta çox gözəl, çox yaraşıqlı bir insan olanda belə, məsələn, o səni bilsən ki, o tutalım ki, məsəl üçün, necə deyim? Bax, deyək ki, çox yaraşıqlı bir insan, ya bir kişi, ya bir qadın, deyək, çox gözəl bir qadın deyək. Məsələn, mən bilsəm ki, məsələn, o heyvanlara qarşı qəddardır, məsəl üçün də, qəddarlıq eləyir. Heyvanlara qarşı qəddarlıq eləməyi kimi bir xüsusiyyəti var. Bunu bilsək, necə olar? Məsələn, onun görünüşü necə olar? Yəni, gözəlliyi və yaraşığı əvvəlki effektivliyində qalarmı? Mənə belə gəlir ki, yox. Mənə belə gəlir ki, qalmaz. Yəni, şuurlu şəkildə yetkin insan olaraq, indi uşaq eləyə bilər, nəsə bilmədən, yeniyetmə eləyə bilər, amma şuurlu, belə yetkin bir, çox gözəl və yaraşıqlı bir insan təsəvvür elə də. Bir görsək ki, o heyvanlara qarşı qəddarlıq eləyib, yəni bilsək, onun gözəlliyinin effekti qalarmı bizim nəzərimizdə?
bilmirəm. Və yaxud bilsən ki, o necə deyərlər, pislik etməkdən zövq alan biridir. Çeşidli pislik etməklərdən zövq alan biridir. Və yaxud həyatında dəfələrlə ədalətsizliklər eləyib, haqsızlıqlar eləyib. Bu onun yaraşığı və gözəlliyi effektiv qalarmı nəzərimizdə? Məsələn, mənə görə xeyli effektivini itirir. Xeyli effektivini itirir. Amma əgər bir insan, məsələn, onda fəzilətlər varsa, mərhəmət varsa, həqiqi ədalət varsa, o insansevərdirsə, bu xüsusiyyətlər onda varsa, mənə belə gəlir ki, onun gözəlliyi artar. Fiziki gözəlliyi də belə arta bilər. Ona görə xarakter gözəlliyi çox təməl məsələlərdən biridir deyə düşünürəm. Təməl məsələlərdən biridir deyə düşünürəm. Məndə məsələn bu belə oldu. Məsələn, məndə bu cürdür. Tamam ki, çox gözəl görünüşlü bir insan təsəvvür edir. İstər xanımlar içində, istər kişilər içərisində. Əgər bilsəm ki, məsələn, onda ciddi mənada insan ləyaqətini və ya canlı ləyaqətini zədələyəcək xüsusiyyətlər var, ciddi mənada. Xüsusən, yəni, xüsusiyyətlər onun gözəlliyinin xüsusi effekti qalmaz deyə düşünürəm, belə deyəm. Ona görə ruhi mən düşünürəm ki, bu cümlə, yəni əvvəldə dediyim o fəlsəfi cümlə, ruhi, mənəvi gözəlliyi ön şərt qoşan məqamlardan biridir. Fəqət bütün bunlardan da ötə, yəni bu məsələn, bir cəmiyyətdə mənəvi zənginliyin artması buna görə əhəmiyyətlidir. Bu zaman oradakı o ruhiliyi görən sənətkarlar da o ruhiliyi özlərinə çəkib sonra əsərlərində verə bilirlər və beləliklə əsərdə də o özünü təzahür etdirir, göstərə bilir. Buna görə də məsələn üçün, mən çox bizim rəssamlarda yenidən də kəşf eləməyə başlayıram. Bax, məsələn, mən o gün bir dəfə bir rəsm gördüm. Deyəsən, Bakı kəndlərindən biridir. Stoldur. Stolun ətrafında insanlar oturublar, domino oynayırlar və orada elektrik lampasından, bağda salan elektrik lampasından bir işıq düşür. Sonra qıraqda üzümlər var, yəni qıraqda üzüm təngləri var. Məsələn, çox xoş bir mənzərə verilmişdi də orada. Məsələn, orada artıq insanlara da sevimlilik, belə ironik bir sevimlilik ifadəsi var idi. Düşünürəm ki, bu görünür o insanların mənəvi, müəyyən bir ruhi, mənəvi təmayülü var ki, rəssam bunu görərək onları sevimli edə bilib. Ona görə də cəmiyyətlərdə bax, insanların cəmiyyətlərdə düşüncəyə, sənət əsərlərindən hansısa dərəcədə meyil göstərməsi və onlardan zövq alması mütləq şəkildə oradakı sənət və cəmiyyət o əlaqələrinə də məncə təsir göstərir. Yəni məsələn, ruhi zənginlik, ruhi gözəllik çox əhəmiyyətlidir deyərdim. Bunun qeydinə qalmaq da çox əhəmiyyətlidir. Çünki bu özlüyündə onun sahibinə artıq dərin, insani bir gözəllik qazandıra bilər. Fəqət ki, bunun səbəblərindən biri nədir? Bizim çox gözəl, yaraşıqlı bir insan yeri gəlsə bizim gözümüzdən düşə bilər. Hansısa bir təmayülü ilə, ya hansısa bir qeyri-insani təmayülü ilə bizim gözümüzdən düşə bilər. Amma ruhi gözəllik isə onun sahibinə də xüsusi gözəllik qazandırar və dərin bir insani gözəllik qazandırar və üstəlik də ruhi gözəlliyin insanın gözündən düşməsinin bir əsası yoxdur. Ruhi gözəllik insanın gözündən düşməz məncə. İnsanların gözündən düşməz məncə. Ona görə də o təməl gözəllikdir, belə deyək. Bu baxımdan düşünürəm ki, bu nöqteyə nəzərdən baxanda və cəmiyyət də bu nöqteyə nəzərdən zənginləşəndə, bəli, o cəmiyyətdə əslində tamaşaya daldığımız hər şey əslində gözəldir.
bunu çox aşkar göstərib rəsm sənəti. Mən deyərdim, rəsm sənəti. Mənim indi bilgilərim çərçivəsində deyə bilərəm də. Məsələn, klassik rəssamlarda da var bu. Rembrandtın, Caravaggia'nın, məsələn, mən görmüşəm belə rəsmlərini ki, onlar o gözəlliyi müxtəlif cür yerlərdə görə bilirlər. Məsələn, musiqiçilər musiqi çalırlar, o görüb onu verib, sonra o rəssamlar, klassik rəssamlardan idi. Bir bağbandır belə, oturub, gənc bağban belə oturub. Sonra bir nənə, məsələn, nənənin oturub belə, Rembrandt'daydı deyəsən Rembrandt'daydı. Nənə belə oturub, belə baxır, gözləri yol çəkir. Məsələn, o nənənin ruhi, o insaniliyini veribdi orada, o təcrübələr keçirmiş, acılar çəkmiş, müəyyən qədər də müqəddəsliyə yüksələn zarafətini verib, ruhi zarafətini məsələn orada verə bilib Rembrandt. Deməli, yadıma gəlir də belə, çox belə var. Məsələn, sonra 19-cu əsrin rəssamlarında çox görmüşəm, məsələn, kənd keşişi, sonra bir dərzi, sonra nəvələri ilə oynayan bir baba, sonra balıqçı, nə bilim, ovçu, aşbaz, bütün bax bu cür insanların və yaxud voleybol oynayan gənclər, bir yadına düşür, çox belə rəsmlər var da, çoxlu. Mən düşünürəm ki, bu ruhiliklə də yaxından bağlıdır. Yəni bir cəmiyyətdə mənəvi, ruhi gözəlliklər artanda oradakı hər şey doğrudan da tamaşa obyekti olaraq gözəlləşir. Hər kəs və hər şey gözəlləşirlər. Çünki bunun da, bu gözəlliyin də sənət tərəfindən qavranılması, hiss edilməsi üçün necə deyirlər, hiss edilməsi üçün, yenidən işlənməsi üçün, yəni onun dərinliyinə varılması üçün orada ruh zənginliyin olması məncə şərtlərdən biridir. Məsələn, o nənənin adını çəkdiyim o əsərdəki o nənənin o halı, yəqin ki, o uzun bir yol keçib, o dərin ağraclardan keçib, sevinclərdən keçib, təcrübələrdən keçib, yəni dünyaya dair bir baxış formalaşdırıb da özündə, düzdür, öz-özlüyündən və bu dərinlik onun üzünə, elə bir çöhrəsinə insani, ruhani bir gözəllik verib də. Yəni burada bir yaşantı, ciddiyyət məsələsi var. Həyata dair ciddi duruş, həyatla bağlı ciddi əlaqə, ciddi yaşantılar məsələsi var deyə düşünürəm. Bu baxımdan baxanda, bəli, əslində hər şey gözəldir. Bu nöqteyi nəzərdən məncə də belədir. Amma amma hər şey gözəldir, fəqət əgər qadın-kişi münasibətlərindən söhbət gedirsə, oradakı məsələ artıq o cinsi cazibəyə də bağlıdır. Yəni orada artıq yəni sırf sevgi, qadın-kişi arasındakı sırf cinsi sevgidən söhbət gedirsə, yəni eşqdən söhbət gedirsə, orada artıq başqa kriteriyalar da ortaya girir. Yəni orada artıq qarşılıqlı cazibə, qarşılıqlı təmayül, qarşılıqlı bir-birinə dərin bağ və yaxud dərin olmasa da ilkin başlanğıcda yetəri qədər özünü yaxşı hiss elətdirən bağ, yetəri qədər özünü güclü hiss etdirən bir bağ yaranır. Oradakı gözəllikdə isə artıq başqa xassələr, insan psixologiyasına bağlı fərqli xassələr, daha məhrəm xassələr, məhrəm təmayüllər işin içinə girirlər və prosesi başladırlar. Belə bu söhbət eləməklə dostlar, çünki o cümlə ilə bağlı, yəni son nəticədə hər şey gözəldir həyatda, tamaşa nəsnəsi olaraq, amma bunun harmonik, bütöv, yetərincə çoxcəhətli şəkildə özünü göstərməsi
oradakı həm də mənəvi ruhi zənginliyə bağlıdır. Yəni bir cəmiyyətdə mənəvi ruhi zənginliyin də qeydinə qalmaq lazımdır. Çünki mənəvilik özü özlüyündə belə, yəni insansevərlik, köməksevərlik, bu cəhətlərdə, yəni bu cəhətlər necə deyərlər, şəfqətin özü, anlayış, yəni insan fəzilətləri də, fəzilətlərinin bir çoxu, yerə gəlsə cəsarət, ədalətpərəstlik, bütün bunlar, bəli, bunları hiss edən, bunları öz varlığına daşıyan insanlara xüsusi başqa cür gözəlliklərlə ruhi gözəlliklər də qazandıra bilər. Belə deyərdim. Sonrasında biz insan olmaq təkcə fizikilikdən ibarət deyil. Bizə də insan deyirik, filan kəs insan adamdır. Təkcə fizikilikdən ibarət deyil, həm də ruhlikdən ibarətdir, mənəvilikdən ibarətdir. Ona görə bunların harmoniyası xüsusi effekt yarada bilər. Bu nöqteyə nəzərdən, bəli, əgər cəmiyyətdə ruhilik və mənəvilik artırsa, dolayısıyla oradakı insanların da gözəllikləri artır. Və ora sənət üçün, mən düşünürəm ki, ali sənət üçün daha əlverişli, bol məzmunlu bir yerə çevrilir, bol materiallı yerə çevrilir. Bunu deyərdim dostlar. Yeri gəlmişkən, dostlar, bununla bağlı bir şeirdə, o da deyərəm, bir şeir oxumuşdum. Bu şeir də həmən mövzu ilə əlaqələndir. Yəni, tamaşa nöqteyi nəzərindən, məsələn üçün, bunu ən aşkar şəkildə bizdə oyadan duyğu nədir? Bu halı tamaşaya dalınan nəsnə gözəldir. Biz onu tamaşasına dalırıq. Ən yüksək səviyyədə bunu sevgilimizə baxarkən hiss edirik, düzdür. Ona baxarkən, onun tamaşasına dalarkən, əgər biz onda üç xüsusi gözəllik görürdüksə, onun tamaşasına dalarkən qəlbinin, ruhunun gözəlliyini də görə bilirik. Ruhunun gözəlliyini görə bilirik və ən böyük zövqü, həyatdakı ən böyük zövqlərdən birini, həzlərdən birini, deyək ki, əgər 5 həz varsa, yüksək yaşantı varsa, onlardan birini 100% öz sevgilimizin gözəlliyindən alırıq. Düzdür dostlar? Və sevgilimizdə həm fiziki, həm ruhi o gözəlliklər harmoniyada olursa, yaşadığımız zövq, sevinç, şadlıq qat-baqat artır. Və bununla bağlı dostlar, Pushkindən bir şeir oxumaq istəyirəm dostlar. Çox kiçik bir şeirdir. Bir məqamın ifadə edilməsidir. Şeirin adı belədir. Ayna qarşısındakı gözəl. Sevgilinə nəzər sal, o başını çiçəklə, bəzəyəndə aynanın qarşısında hər səhər. Saçlarını buranda, əks edəndə aynada, qürur, xumar baxışlar, dodağında gülüşlər. Belə bir qəşəng şeirdir dostlar. Bilməm, sizin xoşuna gəldi ya yox. Mənim bu çox xoşuma gəlmişdir, kiçik də olsa. Çünki bir məqamın bizdə qoyduğu, yaddaşımızda, qəlbimizdə qoyduğu izlərə bağlıdır. Yəni, sevgilimizin sürəti, onun davranışları, hərəkətləri ən yüksək şadlıq anlarımızda, ilham anlarımızda
biz elə görüntülərə tuş gələndə onlar bizim zehnimizdə və qəlbimizdə əbədiyyən özlərini həkk eləyə bilirlər ora. Əbədiyyən bizimlə qala bilirlər. O rəsmlər, surətlər. Və mən düşünürəm ki, bu məqamda, bu poeziyadakı bu məqamda, Puşkin ədəbiyyatındakı bu məqamda həmən o yaşantı ilə bağlıdır. Yəni bu nəyi həm də bizə bildirir? Biz bu həmən o məqamın dəyərinə dairdir də, yəni onun əhəmiyyətinə dairdir. Sən sevgilivə baxırsan, hərəkətlərinə, davranışlarına, yerişinə, əllərinin hərəkətinə, qollarının hərəkətinə, saçlarının hərəkətinə baxırsan və o səndə zehnivə, qəlbivə parlaq bir işıq kimi həkk olunur. Parlaq bir işıq kimi həkk olunur. Və onu o əgər ədəbiyyat tərəfindən çevrilirsə bir sənətə, həmən o sənət əsəri kiçik də olsa bizdə, oxucuda həmən o baxışın dalğasının açılmasına bir təkan verir. Ona görə də məsələn bu şeirin dərindən bu şeirə vaqif olan kəslər, məsələn bu şeirə vaqif olan kəslər o dalğanı açarlar və sevdikləri onlar üçün belə bir əbədi, əzəli sürətə çevrilə bilər. Sevgilivə nəzər sal, o başını çiçəklə bəzəyəndə aynanın qarşısında hər səhər. Yəni deyir ki, sevgilin aynanın qarşısında çıxıb bəzənir, düzənir, ona nəzər sal. Həm də zövq alarsan, həyat bilgisi də alarsan, üstəlik dalğan da açılar, gözəllik dalğan da açılar. Bu da sənə müvafiq yerlərdə, ən uyğun şəraitlərdə o müxtəlif cür cazibələri görməyin üçün baxış verər. Saçlarını buranda və saçlarını burarkən və yaxud darıyarkən müxtəlif şəkillərdə ola bilərdi. Güzgüdə nə görünür? Qürur, sevgilinin öz varlığındakı cazibələrdən hiss etdiyi qürur. Qürur görünür, özü ilə qürur duyur, baxışları xumardır, baxışları belə xumarlanır, özündən zövq alır da, özündən də zövq alır, sevgilisinin ona heyranlığından da zövq alır və dodağında gülüşlər əmələ gəlir. Dodağında da gülüşlər əmələ gəlir. Özündən zövq alarsan. Bu işıqlı, parlaq, şad bir anın poeziyaya çevrilməsidir, dostlar. Bununla əlaqələndirmək istədim. Tamaşasına daldığımız nəsnələr, hər şey əslində gözəldir. Xüsusən, amma əgər bütün bizim o duyğularımızın bütövlüyünü nəzərə alırıqsa, həm estetik yöndən, həm cismani yöndən, bütün o duyğularımızı nəzərə alırıqsa, ən dərin gözəllik duyğusunu bizdə sevgilimiz oyadır. Yeri gəlmişkən dostlar, bu mənim oğlumdur. Bilgə Fəhləvan mənim oğlum sayıla bilər. Mənim oğlumun söhbətlərində də bu məqama xeyli toxunulub dostlar. İstəyənlər bu kitabı əldə edib, buradakı fəlsəfə, sənət və tamaşa, seyrə dalma və bununla bağlı eşq hallarının harmoniyasını yetərincə görəcək dostlar bu kitabda. Məsələn, kitab evin mağazasından bunu əldə edə bilərsiniz, istəyənlər əldə edə bilərlər, əgər qalıblarsa. Olmasalar da, haradasa qarşılarına çıxsa, əldə edə bilərlər dostlar. Bu kitabda mənim bu oğlumun söhbətlərində, yəni bu Bilgə Pəhləvanın söhbətlərində bunların, bu dediyim məqama da dair çoxlu
çoxlu, necə deyərlər, badi fəlsəfi xassələrə rast gələcəklər. Yəni hamısı əlaqəlidirlər. Çünki görünür bu kitab ərsəyə gətirilərkən məndə ki o dalğa ki işləyib ha dediyim məqamla bağlı, o dalğanın açılmasında həmən o fəlsəfi düşüncənin yetərincə böyük rol olunub. Belə dostlar, belə bir söhbət eləmək istədim. Özünüzdən müğayət olun. Düşüncələr gəlmişdilər, dolmuşdum. Onları bölüşmək istədim. Hələlik əzizdən müğayət olun. Günləriniz xoş gəlsin dostlar, sağ olun.